ki, Əbu Zər deyir, dünyadan köçəndə qızı idi, deyir ki, atam acından öldü. Peyğəmbər sahabəsi. Acından öldü, deyir, heç nə tapmadıq yeməyə, sürgün eləmişdilər. Deyir, getdi, dedi, get gör bir otdan, zotdan bir şey tapırsan, qızına dedi, ki, bir şey yiyeyim mən. O deyir, getdim, axtardım, görüm, heç nə yoxdur orada. Ot filan yoxdur. Qaydanda gördüm ki, can verir. Tez başını aldım dizimin üstünə. Adam can verən halı məlum olaraq. Deyir, gözünü açdı, bir yerə baxdı, gör nəsə deyir. Deyir, mərhaba olsun dosta ki, ona ən çox ehtiyaclı olduğum vaxta gəldi sorağıma. Ölüm mələyinə belədir. Ondan sonra deyir, güldü, təbəssüm elədi. Dedi ki, hidayət olmayıb o kəs ki, səni görəndə sevinməsin. Vəssalam, bu iki cümləni dedi, kəlmə-i şəhadət gətirdi, dünyadan köçdü. Adamın ürəyinə belə istəyir, düşür də ki, mən də belə ola bilərəm. Ölüm arzulamaq deyil, Allah ömür versin, çox yaşayın, amma axırı belə olsun da, sadəcə, haçansı axırı olacaq, yaxşı, 500 il yaşayın. Nə qədər istəyən yaşa, amma axırı belə olsun da, axırı belə bitsin. Bu arzular çox şey həll edir.